Musa aleyhisselam Rəbbinə deyir ki, Ya Rab, əllimni duan əd'uka bihi və əzkuruka bihi. Ey Rəbbim, mənə elə bir dua öyrət ki, onunla səni çağırım, səni zikr edim. Allah Teala buyurur ki, ey Musa, qul la ilahe illallah, la ilahe illallah de. Ve Musa aleyhisselam deyir ki, Ya Rabbi, kullu ibadike yekulune hâdâ. Ey Rabbim, bütün kulların bunu deyir. Yani bütün kulların bunu deyir. Yani Musa aleyhisselam peygamber idi, Allah'la danışan ve qətiyyət sahibi olan ulul azm adlanan peygamberlerden idi ve Tevrat verilmiştir. Ve bunu demekle istəyirdi ki, xüsusi bir zikir, xüsusi bir dua ve onda Allah Teala deyir ki, ey Musa, eğer göyler, 7 kat göyler ve orada olanlar, benden başka orada olanlar ve 7 kat yer tərəzinin bir gözünə qoyulsa ve la ilahe illallah tərəzinin o bir gözünə qoyulsa, la ilahe illallah daha ağır gələr. Yani bu hədisdən faydalar çıxır. Birincisi, tövhid kəlməsinin fəziləti, üstünlüyü ve Allah Teala'nın lütfündən, nimətindəndir ki, yani bu kəlmə səbəbiyle bu göylərə və yerlərə ağır gəlir.